Mamoloji xəstəliklər, xüsusən də süd vəzisi ilə əlaqəli xəstəliklər erkən mərhələdə aşkar edilərsə, müalicə prosesində daha uğurlu nəticələr əldə etmək mümkündür. Süd vəzisi xəstəliklərin diaqnostikasında bir neçə fərqli müayinə metodu istifadə edilir. Aşağıdakı mamoloji xəstəliklər üçün tətbiq olunan əsas müayinələrə nəzər salaq. Fiziki müayinə. Həkim əllə süd vəzisi və ətraf toxumaları yoxlayaraq hər hansı anormal şişlik, ağrı dəyişikliyi və ya dərinin üzərindəki dəyişiklikləri aşkar etməyə çalışır. Bu müayinə ilk mərhələdə xəstəliyin müəyyən edilməsi üçün çox vacibdir. Mammografiya. Mammografiya süd vəzisinin rentgen müayinəsidir. Bu test süd vəzisindəki şişləri və ya digər dəyişiklikləri aşkar etmək üçün istifadə edilir. Xüsusilə 40 yaşdan sonra mütəmadi olaraq aparılması tövsiyə edilir, çünki bu yaşda süd vəzisi xərçəngi riski artır. Ultrasəs müayinəsi. Ultrasəs müayinəsi süd vəzisindəki anormal şişliklərin təhlilində və onların yaxşı və ya pis keyfiyyətli olub-olmaması ilə bağlı daha ətraflı məlumat almağa kömək edir.